Bismillahirrahmanirrahim. İkra bismi rabbikellezî halak. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim ve bihi nestaîn ve huvel muîn. Elhamdülillah. Esselamu ala Resulillah ve ala alillah. Allah'ın salamı olsun pak müqəddəs Əhl-i Beyt əleyhimussalama və əziz dəyərli izləyicilərimizə. İnşallah növbəti verilişdə sizin xidmətinizdəyik və Kamal müəllim və Rahib müəllim də birlikdə inşallah xidmətinizdə olacaq. Rahib müəllim salamlaşın inşallah əziz izləyicilərimizlə. Ya Allah, mən də sizi və əziz dinləyiciləri salamlayıram. Allahdan inşallah bu verilişimiz üçün müvəffəqiyyət diləyirəm. Allah müvəffəq eləsin inşallah. Buyurun Kamal müəllim. Mən öz növbəmdə sizləri və dəyərli dinləyicilərimizi salamlayıram. Allah hər kəs inşallah Quran nurunda müvəffəq eləsin. Amin inşallah. Allah bizləri bu yolda sabit qədəm eləsin inşallah. Keçən verilişimizdən ki yadınızdadırsa bir neçə mövzuya biz giriş elədik. Quranın nazil olma məqsədi haqqında danışıldı. Eyni zamanda hidayət kitabı anlayışına ki gəldik çatdıq. Orada elə bir bəhsimiz yarımçıq qaldı. Ya heç keçid eləmədik. Dedik ki, növbəti verilişdə inşallah Quran hidayət kitabı olması haqqında bəhs açılsın. Buyurun, hər hansınız istəsəz Rahib müəllim, Quran hidayət kitabıdır. Siz bu girişiniz inşallah. Buyurun. Ya Allah, Bismillahirrahmanirrahim. Quran-ı Kərim bir neçə yerdə Quranın hidayət kitabı olmasını bizə deyir. Amma bir məsələ orada həqiqətən diqqəti cəlb edən məsələdir. Bir yerdə deyir hudəllinnəs, bütün insanlar üçün hidayət kitabıdır. Amma bəzən görsən gəlir deyir hudən və rəhmətun liqavmin yu'minun. Bəli. İman gətirənlər üçün hidayət və rəhmətdir. Həmçinin o Bəqərə surəsinin 2-ci ayəsində hudəllil muttəqin. İndi iman gətirənlər, təqvalılar ya ümumi insanlar üçün hidayət kitabıdır. Bunu Üstad Quran müfəssirlərindən biri gözəl şəkildə açıqlayır. Deyir ki, ümumi insanlar üçün hidayət kitabıdır. Amma nəticə olaraq bunu iman gətirənlər və təqvalı insanlar əldə edə bilirlər. Allah hər kəsin açıq qərar verir. Bir ayə də var Quran-ı Kərimdən, onu da demək istəyərdim. Əraf surəsinin sonuncu səhifəsində yerləşir bu ayə. Deyir, bəziləri deyirlər ki, ləuləc təbəytəhə. Nə üçün Allah Teala bizim üçün bir şey göndərmir? Hətta bu formada dedilər. Allah Teala buyurur ki, وَإِذَا لَمْ تَأْتِهِمْ بِآيَةٍ قَالُوا لَوْلَجْ تَبَيْتَهَا. Deyir, müəyyən müddət ki, biz ayəni göndərmirdik. Deyirlər ki, Allah nə üçün bizə bir şey göndərmir? قُلْ إِنَّمَا أَتَّبِعُ مَا يُوحَى إِلَيَّ مِنْ رَبِّي. Burada həqiqətən incə nöqtələr var. Allah Teala buyurur ki, ey Peyğəmbər, denən ki, mən yalnız Rəbbim tərəfindən vəhy olunana tabiyəm. Allah nə vaxt göndərdi, məsləhət bildi, göndərər. Sonra deyir, həzə bəsairə min rabbikum. Bu sizin Rəbbiniz tərəfindən bir bəsirətdir. Bir ayaqlıqdır, bir göstəricidir. Və hudan və rəhmətul liqavmin yu'minun. Burada da bütün insanlar üçün ona bəsirət adlandırır. Amma bəsirət o adamlara qismət olur ki, onlar təqvalıdırlar. Onlar Quranın hidayəti üçün özlərində bir zəmini yaradırlar. Bəli. Əgər o cürə baxsaq məsələyə Rahib müəllim ki, Quran-ı Kərim təqvalılar üçün göndərilib də. Zəlikəl kitabu la raybə fi hudəl lil muttaqin. Yəni əgər biz o dövrə baxsaq, bir anlıq baxsaq, zahirən o dövrdə nə qədər təqvalı insan vardır. Yəni təqvanın meyarı məsələsində demək olar ki, haqlı insanların cəmiyyətin bir növ çaşqınçılığı da baş verir. Və bəzən də bu səbəb olur ki, insan desin ki, elə Allah istədiyini hidayət eləyib və bu ayədə var. Yəhdi mən yəşə, yudillu mən yəşə. İstədiyini hidayət eləyər, istədiyini zəlalətə salar kimi bir məsələ çıxır ortaya. Kamal müəllim, bu barədə nə deyə bilərsiniz? Bismillahirrahmanirrahim. Allah Teala Yunus surəsinin 57-ci ayəsində buyurur:
Ya eyyuhan nas qad ca'atkum mev'izatun min rabbikum. Ey insanlar, Rəbbiniz tərəfindən sizə muizə gəldi, mesaj gəldi. Bu muizədə nə var? Allah Taala buyurur ki, və şifaun lima fis sudur. Qəlbi xəstəlikləriniz üçün şəfa var. Ardıcında da buyurur ki, və hudən və rəhmətun lil müminin. Yəni qəlbi xəstəliklərdə bildiyimiz kimi günahlardır, insanın qəlbində olan mənəvi xəstəliklər. Yəni nəinki cismi xəstəliklərimiz, mənəvi xəstəliklərimizdir. İndi hər kəs ki bu Qur'anın şəfasından, Qur'anın dərmanlarından istifadə edirsə, onlar şəfa tapırlar və həmin ayənin axırındakı buyurur lil müminin, həmin o şəxslər də möminlərdirlər, iman gətirənlərdirlər ki, Qur'anın dərmanlarından istifadə edir və həmin o hudən lil muttəqin və yaxud hudən lil müminin bu maddəyə düşürlər. Yaxşı, bilirsiniz nəyə görə Rahib müəllim heç o ayəyə işarə eləyəcəyinizi həqiqətən düşünmürdüm əvvəldən, amma orada müttəqi sözündə demək olar ki, geniş bir dənə mövzudur. Müttəqilər. Allah sonra açıqlayır. Müttəqilərin kimliyini açıqlayır. Allah müttəqilər. Bəli, bəli. Buyurun, buyurun. Əllezine yu'minuna bil gayb və yuqimunəs-salata və mimma razaqnahum yunfiqun. Müttəqilər o şəxslər ki, qeybə iman gətirir. Çünki Quran-Kərimdə qeybdən gələn xəbərlərdən bir belə deyək də mümkün vücuddur. Mümkün varlıqdır. Qeybdən enən bir varlıqdır. Və Allah Teala Qəmər surəsində də buyurur ki: "Və laqad yəssərnəl Qur'ana liz-zikr." Biz bu Qur'anı asanlaşdırıb sizə göndərdik. Xatırlamaq üçün. Yəni Allahı xatırlamaq üçün ki, Qur'an-Kərimdə Allah Teala özünü xatırladır. Allahın nemətlərini xatırlamaq üçün, hesab kitab məhkəməsi xatırlamaq üçündür ki, insanlar bununla iman gətirsinlər və Allaha həqiqi bəndə olsunlar. Bax, bunların hamısını mən özüm də qəbul edirəm də. İndi biz şükürlər olsun aləmlərin Rəbbinə ki, bu mühitdə dünyaya gəlmişik və zatımızda demək olar ki, qanımız yoğrulub. Allah şükürlər olsun Allaha ki, bizi bu formada yəni dünyaya gətirib, bizi ya böyüklərimiz vasitəsilə, ya bir əzan səsi ilə, hər hansısa bir məscidə həsrətlə baxışımız vasitəsilə, hər hansısa bir vasitəsilə Allah bizi hidayət edir. Biz bunu qəbul edirik. Amma sual o deyil. Mənim sualım budur ki, bax, hələ Quran-ı Kərim bu gün nazil olur. Və Peyğəmbər sallallahu əleyhi və səlləm müttəqilərin ətrafında idisə, 20 il o qədər müharibələrə, o qədər zəhmətlərə nə ehtiyac var idi? Marağımı çəkən odur ki, ayə deyir ki, müttəqiləri hidayət edən kitabdır. Yəni o zamanda müttəqiliyin meyarı nə idi? Ölçü vahidi nə idi? Bir halda ki, mən müşrik idim, nauzubillah, mən və yaxud da ümumiyyətlə kökündən kafir idi biri. Bəziləri müşrik idilər, bəziləri kökündən kafir idilər. Ya Allahı çoxlu Allahlar olaraq qəbul edirdilər, ya da ki, ümumiyyətlə Allah məfhumunu özlərinə yaxın buraxmırdılar da bu prizmada. Elə fərz eləyək ki, Quran-ı Kərim hələ gəlməyib, biz o mühitdə yaşayırıq və bir nəfər Peyğəmbər gəlir deyir ki, bu bir kitabdır ki, müttəqiləri hidayət eləyər. Və başqa bir dənə ayədə yudillu bihi kəsirən də deyir axı. Bəli. Bəqərə surəsində inşallah deyərsiniz. Bu bir dənə fikrimi tamamlayım Rahib müəllim. Allah o ayədə deyir ki, Quran-Kərimdə deyir ki, yenə Bəqərə surəsindədir. Müttəqilərin sifətlərini sayır, kafirlərin sifətlərini sayır, münafiqlərin sifətlərini sayır. Son növbəti səhifədə yudillu bihi kəsirən və yəhdi bihi kəsirən. Çoxları bu kitabı oxuyar, hidayət tapar. Çoxları bu kitabı oxuyar, zəlalətə düşər. Yaxşı, əgər Quran hidayət kitabı idisə, niyə birini zəlalətə salsın, niyə birini hidayət eləsin? Maraqlı nöqtə budur. Bəli. Buyurun.
Elə ayənin adı və men yudillu bihi İllel fasiqin. Əgər Tamam fasıq olsun. olsa, və bir ayədə Dərhal kəsirəm orada məsələni, bunu bişirək inşallah. Və mə yudillu bihi illəl fasiqin Fasiqin. buyurur. Yəni zəlalətə düşməz yalnız fasiqlərdən. Bəli. Yəni, fasiqlərdən başqa heç kəs Quran oxuyub zəlalətə düşməz. Bəli. İndi sual, Həzrət Peyğəmbərin zamanında o qədər fasiqlər vardı, sonradan hidayət oldular. Bəli. Düzdür? Quran-Kərim elə mən Tamam, həmin buyurun. ayəni istəyirdim deyim ki, Buyurun. bundan sonra sual yansın inşallah. Buyurunuz. Bismillahirrahmanirrahim. Və laqad ba'athna fi kulli ummatin rasulan. Biz hər bir ümmət üçün bir rəsul göndərdik. Ən ibudullah və ictanibut tağut. Allah'a ibadət etsinlər və bütlərdən bütün o tağut, yəni bütün günahlardan çəkinsinlər. Bəli. Fəminhum men hadallah. Hidayət Allahın əlindədir. Hətta Quran-Kərimdə bir ayə var, "İnnəkə la tehdi men ahbabta." Sən istədiyini hidayət edə bilməzsən. "Velakin Allah yehdi men yəşə." Hidayət Allahın əlindədir. Allah hansı meyyanə eləyir ki, məlum olsa yu'minuna bil gayb, gəlib inanasan ki, Allah, yəni yolu açırsan, Allah da hidayət etsin. "Və minhum men haqqat alayhi dalalah." Və bəzilərində zəlalət haqqıdır. Yəni onlar qazanırlar. Hidayəti Allah'a nisbət verir. Amma zəlalət məsələsində buyurur ki, və minhum, demir Allah azdırdır, və minhum mən haqqat aleyhi dalalə. Bəziləri də bunu haqq elədilər özlərinə, müstəhəq oldular. Yəni mən eləmədim, özləri elədilər bunu. Təqribən o mənaya yaxın bir əsli, nəuzubillah, əsli elə oldu. Bu ayənin içində mənim düşündüyüm bir məsələ var. İstəyirəm o biraz belə şirin gəlsin, qabarsın yəni. Baxın, belə bir misal bıraq da, Həzrət Peyğəmbər Peyğəmbərliyini ki elan eləyir və Quran-ı Kərim nazil olur və bu Quran-ı Kərimdən mesajları Həzrət Peyğəmbər insanlara çatdırır və yüzlərlə insanlar onu sehir kitabı, cadu kitabı kimi, yəni bir insan kitabı kimi və yaxud şeir kitabı kimi bu məsələləri qabardırdılar və həşir salardılar, səsküy salardılar, Peyğəmbər Quran oxuyardı, onlar eşitsinlər deyə orada bir çaxnaşmalar salardılar da. Mən yəni bunu niyə görə bir daha təkrar eləmək istəyirəm? Məsələ budur ki, onların xislətləri bu idi. Məsələn, Rahib müəllimin danışdığı ayədə ki, onlar özləri, yəni o son ayədə bir nöqtəyə toxundunuz. Bu bəli, onların haqqıdır məsələsi. Baxın, bəli, sual, yəni Quran-ı Kərim başdan başa hidayət kitabıdır. Amma belə deyək də, Qurana qədər hələ bir insan namaz qılan deyil, ibadət eləyən deyil, Allahı da tanımır. Hələ təzə-təzə bu sözü, bu səsi eşidir. Yəni Allah deyə bir varlığın haqqında düşünür. Məsələn, Əbu Azər, Allahın salamı olsun ona, qucağında tutmuşdu da, tarixdə var, rəvayətlərdə var ki, bütü ki tutmuşdu, əlindən büt düşdü, sındı və dedi ki, bu daşdan hazırlanmış Allah dediyimiz bu varlıq özünü müdafiə eləyə bilmədi. Məni necə problemlərimi həll edəcək? Haqq axtarışında. Bəli, məsələn, heç belə deyək də, bəziləri də var ki, nə Əbu Azər deyil, nə Miqdad deyil, nə Səlman deyil. Bunların heç birindən deyil, amma onlar da mömin olaraq, Allahın sevdiyi bəndə olaraq dünyalarını dəyişdilər. Məsələ budur ki, insanlar arasında, o keçən dəfəki verilişdə bu mövzuya toxunmuşduq, insanların zehnində, düşüncəsində, təfəkküründə yaxşı və pisi bir-birindən ayırmaq anlamı var. Yerə mövzu ora qayıdır. Yəni hidayətin kökü insanın öz ruhiyyəsinə bağlı bir məsələdir. Öz deyə bir şey var. O mənəmlik deyən bir şey var. Onun ruhuna bağlı bir məsələdir. Və heç namaz qılmayan bir insan, heç oruç tutmayan bir insan, bugünkü zamanımızda da var o insanlardan, çox üzr istəyirəm, mən izləyicilərimizdən də üzr istəyirəm. Məsələn, pis vərdişi olan insanlar da var. Amma baxırsan ki, bu pis vərdişinin içində Hacı Rahibin xətrinə dəymək fikri olmayıb.
Cəmiyyətdə heç bir insanın xətrinə dəyməyib. Özü öz pis həyatını özünə görə yaşadığı həyatın içində hamı deyir bu insan yaxşı insandır, üzr istəyirəm, araq içir, pis yollara düşür, şərabxorluqla məşğuldur. Amma məsələn bir yetimin başına əl çəkən adamdır. Yəni insanın vücudu, batini yaxşı işlər görməyə özünü vərdiş elətdirib. Sadəcə olaraq müəyyən o bağlı, qapalı bir məsələlərdə orada özünə dalıb və Allahdan bir miqdar uzaq düşüb. Deyir ki, əgər bu insan cəmiyyətin yaxşı baxdığı şeyləri batinində qəbul eləyirsə və məqsədi insanlara, cəmiyyətə yaxşılıq eləməkdirsə və bunu eləyirsə, o batinində bir dənə təqva yaşadır. Özünün ondan xəbəri yoxdur və Qurana müraciət eləyəndə Quran ona təkan verir. Bəli. Onu hidayətə gətirir. Yox, əgər elə pisliklərlə məşğul olursa, ancaq ev yıxmaqla məşğul olursa, üzr istəyirəm, birinin qızına elçi gəlirlər, deyirlər ki, falan kəsin qızı necə insandır? Deyir, inşallah yaxşıdır. Sən inşallah yaxşıdır deyib evin yıxır da əslində. Məsələn, deməlidir, yox, yaxşı ailədilər, mərfətli ailədilər, qanacaqlı uşaqdır. Bir də var deyir ki, inşallah yaxşıdır. Yəni, yola verir. Onu eşidəndə deyir ki, bu ev yıxdı da. Məsələn, bu primitiv bir misal olaraq bunu istədim deyim. Və Quran gəlir ona neynir? Yudillu bihi kəsirən və yəhdi bihi kəsirən. Yəni, oxuyan, əgər yaxşılıq toxumu əkibsə, hidayət olur. Pislik toxumu əkibsə, zəlalətə düşür. Allah rəhmət eləsin, dəyərli alimlərimizdən idi, dünyasını dəyişdi, Hacı Şahin əzizimizin. Onun söhbətlərinin birində buna gözəl bir şərh verir. Çoxlar hidayət olar, çoxlar zəlalətə düşər məsələsində. Deyir, Allahın yəni bəşəriyyətə baxışı rəhmət baxışıdır da. Rəhmətdən başqa bir baxışla baxmaz Allah. Məsələn, hətta bu günləri kafirlər də Allahın suyundan içirlər, Allahın havasından, nemətlərindən istifadə edirlər. Deyir, Allah göydən yağışı yağdıranda bir əkinçi məsələn yerə taxıl əkibsə, o yağış suyunun xasiyyəti bitkini bitirməkdir. Torpaqdan o neməti düzəltməkdir. Amma deyir, nəticədə gəlib baxırsan ki, 3 aydan sonra baxırsan ki, o da qanqalda bitib, tikanda bitib, gicicganda bitib. Yəni o alaq otları da bitib, taxıl da bitib. Başlayırsan o alaq otlarını, tikanları o taxıldan azad edirsən, təmizləyirsən, taxılı azad edirsən. Yəni baxın deyir, düzdür sən ora taxıl əkmişdin, amma suyun xasiyyəti yerə atılan bütün toxumları düzəltməkdir. Bəzən də bu rəhmət deyilmi? Allahın kitabını oxuyub zəlalətə düşən insanlar ki var ha, o yolla Allah bunun zalımlıq sifətini, o rəhmət yağışıdır da bu da, onun zalımlıq sifətinin tikanlı olduğunu aşkara çıxartmaqdır. Odur ki, deyir, insan hansı toxumu əkərsə yerə, rəhmət suyu onun üzərinə gəlir. İndi insan yaxşılıq toxumları əkibsə, Quran-ı Kərim Allahın rəhmət suyudur. Ondan insanlar istifadə edib hidayət olarlar. Əgər pis toxumlar əkibsə öz ruhuna, ondan istifadə eləyər, zəlalət toxumunu əkmiş olarlar. Başqa nə əlavələriniz var Hacı Rahim? Gəlişimiz inşallah gələn verilişlərdə İnşallah gələn verilişlərdə qismət olsa, yenə də qayıdarıq Allahın izni ilə. İnşallah zaman-zaman gələn verilişlərimizdə qismət olsa bu mövzuya yenə də toxunarıq. Gələn dəfə inşallah çalışacağım. Mən az danışım, siz danışarsınız yenə də. Allah sizlərdən də razı olsun əziz dəyərli izləyicilərimiz. Allah bizləri Qurandan və Əhl-i Beytdən bir anda olsun ayrı salmasın. Esselamu aleykum ve rahmetullah ve berekatuhu. Bismillahirrahmanirrahim. İkra bismi rabbikellezî halak.